Salam əziz tələbələr. Bugün mən sizə linzada xəyalın qurulması qaydasını izah edəcəm. Deməli, linzada xəyalın qurulması üçün bizim 3 dənə qaydamız var. Bu qaydaları bilən hər kəs istənilən halda linzada xəyalı qura bilər. Nədir bu qaydalar? Birinci, baş optik oxa paralel düşən şua linzada sındıqdan sonra baş fokus nöqtəsindən keçir. Baxın, toplayıcı linza üzərində göstərim. Bu bizim toplayıcı linzamız. Bu da bizim baş optik oxumuzdur da, elədirmi? Baş optik ox. Şua baş optik oxa paralel düşür. Düşdü. Bu bizim fokus nöqtəmizdir. Fokus nöqtəsi nədir? Səpici linzada optik oxa paralel düşən şuaların linzada sındıqdan sonra uzantıların kəsişdiyi nöqtə, toplayıcı linzada isə baş optik oxa paralel düşən şuaların linzada sındıqdan sonra kəsişdikləri nöqtə. Paralel düşür, hardan keçməlidir? Sındıqdan sonra fokusdan. Hara düşür düşsün, yəni linzanın hansı nöqtəsinə düşür düşsün fərq eləmir. Paralel gəlirsə sındıqdan sonra fokusdan keçir. Paralel gəlirsə sındıqdan sonra fokusdan keçir. Paralel gəlirsə sındıqdan sonra fokusdan keçir. Bu birinci qayda. İkinci qayda nədir? Linzanın optik mərkəzindən keçən şua sınmayaraq əvvəlki istiqamətinə yayılır. Baxın, bu bizim linzamız. Bu bizim baş optik ox. Bu da optik mərkəz. Optik mərkəzdən keçirsə sınmayaraq davam edir. Optik mərkəzdən keçir, sınmayaraq davam edir. Optik mərkəzdən keçir, sınmayaraq davam etməlidir. Fərqi yoxdur. Hansı bucaq altına düşür düşsün, optik mərkəzdən keçirsə sınmayaraq istiqamətini davam edir. Üçüncü qayda. Baş fokus nöqtəsindən keçərək linza üzərinə düşən şua sındıqdan sonra optik oxa paralel istiqamətdə yayılır. Baxın, bu mənim linzam, bu mənim baş optik oxum, optik mərkəzim, fokus nöqtəm, F-lə işarə edirəm. Fokus nöqtəsindən keçir, linza üzərinə düşür. Neynəməlidir? Paralel yayılmalıdır. Fokusdan keçir, linza üzərinə düşür. Paralel yayılmalıdır. Fokusdan keçir, linza üzərinə düşür. Paralel yayılmalıdır. Bu 3 qaydanı biz bilsək, linzada xəyalı rahatlıqla qura bilərik. İndi mən sizə bir neçə hal üzərində bunu daha aydın izah etməyə çalışacağım. Nədir? Deməli, birinci mən nə edirəm? Təbii ki, bunu silirəm. Daha sonra linzamı çəkirəm. Bu mənim toplayıcı linzam. Eləmək. Bu mənim baş optik oxum. Fokus nöqtəsini qeyd edirəm. Fokus nöqtəsinin 2 qat qiyməti, 2 qat fokusu qeyd edirəm. Fokus nöqtəsi, 2 qat fokus. Düzdür, mən burada tam dəqiqliklə ölçüsü ilə çəkə bilmirəm, amma çalışacağım dəqiqliklə çəkim. Siz xətkeşlə ölçərək dəqiqliklə çəkə bilərsiniz, xəyalı qura bilərsiniz. Bəzi hallarda xətkeşə ehtiyac belə yoxdur. Yəni bilirik ki, məsəl üçün sonsuz uzaqdan gəlirsə, deməli sındıqdan sonra fokusdan keçir. Yəni bu halda məsələn xətkeşə dəqiqliyə ehtiyac yoxdur. Amma bəzi hallarda ehtiyac olacaq. Deməli, birinci halda nədir? Birinci halda odur ki, bilirik ki, linzada sonsuz uzaqlıqda yerləşirsə cisim, sonsuz uzaqlıqda yerləşirsə, yəni cisim məsafəsi sonsuz uzaqdır. Yəni belə olanda şua gəlir, linzada sındıqdan sonra fokusdan keçir. Şua gəlir, linzada sındıqdan sonra fokusdan keçir. Harda alınır xəyal? Fokus nöqtəsində. Nə boyda? Nöqtə boyda. Deməli, böyütməsi 0-dır. D bərabərdir 0. Belə. Bu birinci hal. Yəni, xəyalın linzadan olan məsafəsi də F də bərabərdir fokus məsafəsinə. F də bərabərdir fokus məsafəsinə. Xəyal məsafəsinin kiçik F-lə, fokus məsafəsinin böyük F-lə işarə edirik. Növbəti hal.
Və çox uzağa getmədən indi fikir verin. Birinci neynədim? Sonsuz uzaqlıqdan götürdüm də, elədimi? Sonsuz uzaqlıqdan götürdüm. İndi ikinci halda neynəyəcəm? 2 qat fokusda götürəcəm cismi. Yox, biraz 2 qat fokusdan aralı götürək, sonra 2 qat fokusda götürərik. 2 qat fokusdan uzaqlıqda götürəcəm. 2 qat fokusdan uzaqlıqda götürəndə nə olur? 2 qat fokusdan daha uzaq. Yəni cisim məsafəmiz böyükdür 2 qat fokus məsafəsindən. Gəlin xəyalı quraq. Burada 2 dənə şua çəkəcəm. Birinci şua gəlir paralel. Eləmi? Nəyə paralel? Optik oxa. Baş optik oxa paralel. Eləmi? Baş optik oxa paralel gəlirsə, linzada sındıqdan sonra hardan keçməlidir? Fokus nöqtəsindən. Keçirdirəm, fokus nöqtəsindən uzadıram şuamı. İkinci götürdüyüm şua. Optik mərkəzdən keçən şua. Neynəməlidir? Gəlib optik mərkəzdən keçirsə, elə eyni istiqamətdə hərəkətini davam etdirməlidir. Baxın, harda alınacaq cismin xəyalı? Bu cismin xəyalıdır. Özü görürsünüz, düzünə qoymuşam, tərsinə almışam. Aşağıda almışam da, elədimi? Nisbətən də ölçüsünə də baxsaq, yəni bu boyda bir cismin gəldi, bir belə xəyal alındı. Nisbətən kiçikdir də, elədimi? Şəkildən də aydın şəkildə görmək olur da. Kiçildir. Yəni böyütmə elə də kiçikdir. Birdən. Böyütmə yoxdur. Kiçildilmiş xəyaldır. Tərsinə çevrilmiş. Böyütməni burada qeynə işarə edirik. Mən deməli kiçildilmiş xəyaldır, tərsinə çevrilmiş xəyaldır. Özü harda alındı? Fokusla 2 qat fokusun arasında. Bu ikinci halımız. Deməli, getdikcə cismi yaxınlaşdıracağım. Sonsuz uzaqlıqda götürdüm. Eləmi? Sonsuz uzaqlıqda nöqtə boyda alındı. Sonra 2 qat fokusdan biraz uzaq götürdüm. Onda düzdür, kiçildilmiş xəyal alındı, amma müəyyən ölçüdə xəyal alındı. İndi 2 qat fokusda götürəcəm. Diqqətli olaq. Cismi 2 qat fokusda götürəcəm. Biraz da cismi böyük götürmək istəyirəm. Görüm necə alınacaq. Onda gərək linzanı da böyüdən bir balaca. Ev yox. Linzanı da böyüdək. Deməli, birinci şua neynir? Gəlir. Paralel, optik oxa paralel linza üzərinə düşür. Fokusdan keçir. Eyni qaydada. İkinci şua neyniyəcək? Bəli, optik mərkəzdən keçəcək və əvvəlki istiqamətdə davam edəcək. İstiqamətini əvvəlki istiqamətdə davam etdirəcək. Gəlin çəkək. Optik mərkəzdədir və davam eləyir. İndi tam olaraq doğru çəkməyə çalışıram. Deməli. Hardasa budur. Deməli, təqribən gördüyünüz kimi təqribən deyirəm. Çünki mən burada görürsünüz fokus məsafəsi bir-birinə nə qədər fərqlənir. Yəni mən burada biraz çəkib göstərməyə çalışıram sizə, amma dediyim kimi xəttkeşlə çəksəz daha düzgün alarsınız. 2 qat fokus məsafəsindədirsə, 2 qat fokus məsafəsindədirsə, harda alındı? 2 qat fokus məsafəsində olanda elə 2 qat fokusda alınır. Deməli, ölçüləri də
Yəni əgər doğru çəkmiş olsaydım, bunun ölçüləri də bir-birinə bərabər olacaq idi. Yəni burada böyütmə söhbəti yoxdur. Hələ ki yoxdur. G bərabərdir 1-dir. Hələ ki böyütmə söhbəti yoxdur. Tərsinə çevrilmiş özü boyda xəyal alınır. Tərsinə çevrilmiş, yəni düzünə qoymuşdum, tərsinə aldım. Özü boyda alıram, böyütmə 1-dir. Tərsinə çevrilmiş özü boyda xəyal alınır. Fokus məsafəsi, yəni cisim məsafəsi D bərabərdir, 2F bərabərdirsə, xəyal məsafəsi də elə 2F'dir. Növbəti hal. Bu bizim ikinci halımız. Da siləyim bunu. Növbəti halı çəkək. Deməli, bu bizim linzamız. Fokus. 2 qat fokus. Fokus. 2 qat fokus. Bayaq 2 qat fokusda qoymuşdum. İndi fokusla 2 qat fokus arasında qoyacağım. Getdikcə yaxınlaşdırmağa çalışıram. Bu mənim cismim. Deməli, birinci şuam gəlir, linza üzərinə düşür. Hardan keçməlidir? Fokusdan. Bu qayda həmişəki kimi. İkinci şua. İkinci şua da gəldi, optik mərkəzdən keçməlidir. Baxaq görək xəyalımız harda alınacaq. Aslında biraz daha bu tarafa daha qəşəng çəkməyə çalışsaq. İndi daha yaxşıdır. Deməli, bu bizim cismin xəyalı kəsişdiyi nöqtədə. Görürük, nisbətən ölçüləri böyükdür. Bu cismin ölçüsüdür, bu da xəyalın ölçüsüdür. Yəni, bu daha biraz qəşəng çəkilmiş formasıdır. Deməli, böyüdülüb. Artıq xətti böyütmə. Niyə F yazıram bunu mən hər dəfə? Böyüdülmüş xəyalınız da, elədir mi? Böyüdülmüş xəyal. Tərsinədir. Okey, tərsinədir. Bunu inkar eləmirik. Tərsinə çevrilmiş, böyüdülmüş xəyal alınır. Fokusla 2 qat fokus arasında yerləşəndə tərsinə çevrilmiş, böyüdülmüş xəyal alınır. Getdikcə neynədir? Fokus məsafəsinə doğru yaxınlaşdıqca, xəyal böyüməyə başladı da, yəni alınan xəyalın ölçüsü böyüməyə başladı. İndi gəlin qoyaq bu dəfə fokusda. Bu da fokus. Fokusda qoymaq istəyirəm bu dəfə. Bu mənim cismim. Gəlir, sınır, fokusdan keçir. Bu birisi isə optik mərkəzdən keçir. Optik mərkəzdən keçir. Görürsünüz, bunu nə qədər uzatsam da bunlar kəsişən deyil. Deməli, əgər fokusdadırsa xəyal alınmır. Fokusda alınmır. Fokusda artıq xəyal alınmır. Deməli, xəyal harda alınır? Sonsuz uzaqlıqdan fokusa qədər. Artıq fokusda xəyal alınmır. Amma, baxın, indi neyniyəcəm? İndi götürəcəm fokusdan daha yaxında. Bu mənim linzam. Bu mənim fokus məsafəm. Fokusdan daha yaxında götürəcəm. Burada götürək. Məsələn, bu mənim cismim. Eləmi? Birinci şua gəlir, sınır. Tutaq ki, fokus məsafəsinə bərabər bu fokus olsun. Gəlib sınıb fokusdan keçir. İkinci şua optik mərkəzdən keçir. Amma bunların, baxın, uzantıları gedib kəsişir. İndi biraz aşağıda çəksəydim daha yaxşı olardı. Gəlin bir dəfə də çəkməyə çalışım sizin üçün.
Deməli, bura fokusdur. Cismimi biraz daha yaxına qoyuram. Deməli, burada olsun fokusdan keçir və bunun uzantıları kəsişir. Belə bir xəyal alındı. Deməli, bu xəyal artıq həqiqi xəyal deyil. Baş fokusdan daha deməli yaxında qoyanda, yəni baş fokusla linzanın arasında qoyanda cismi gedib harda alınacaq? Deməli, linzadan digər tərəfdə, yəni cism olan tərəfdə, cismin arxasında necə alınacaq? Müfhimi xəyal alınacaq. Görürsünüz, bu cisimdir, bu isə xəyaldır. Yəni, xəyal böyüdülmüş xəyaldır. Böyüdülmüş xəyal alınacaq. Xətti böyütməm, böyükdür birdən. Böyüdülmüş xəyal alınacaq. Bayaqdan aşağıda alırdım xəyalı, indi harda aldım? Yuxarı istidə. Yəni, düzünə xəyaldır. Yəni, lupadakı xəyal, məsələn, düzünə xəyaldır. Bir də səpici linzada necə olur? Səpici linzada, baxın, çəkim onu da. Səpici linzada, baxın, bu şəkildə olur. Bu mənim səpici linzam. Səpici linzada mənim fokusum, 2 qat fokusum, 2 qat fokusum. Səpici linzada yenə cismi qoyuram, tutaq ki, fokusdan 2 qat fokus arasına. Eləmi? Burada bir hal mümkündür. Bir dənə səpici linzada ancaq mövhumi xəyal alınır. Bircə hal mümkündür. Deməli, bu gəlib səpici linzada bilirik də, şua gəlir, linza üzərinə düşür. Ondan sonra sınır. Sındıqdan sonra uzantısı fokusda kəsişməlidir. Uzantısı fokusdan keçməlidir. Bunu çəkdik. O birisi isə, yəni qayda eynidir də burada. Optik mərkəzdən keçən elə eyni istiqamətdə yayılmalıdır. Kəsişdiyi nöqtə harda oldu? Burada. Xəyal hansıdır? Bu. Yəni, bu cismin xəyalı alındı bu. Necə alındı? Kiçildilmiş. Həmişə kiçildilmiş xəyal alınır. Səpici linzada. Və mövhümidir. Niyə? Uzantısı kəsişib çünki. Özü yox. Şuanın özü yox. Uzantısı kəsişib. Uzantısının kəsişdiyi nöqtədə alınıb da. Yəni, ona görə mövhümidir. Yəni, şuanın özünün kəsişdiyi nöqtədə alınmayıb. Şuaların özlərinin kəsişdiyi nöqtədə alınmayıb. Uzantılarının kəsişdiyi nöqtədə alınıb. Təbii ki, cismin ölçüsünə bax, xəyalın ölçüsünə bax, kiçildilmişdir. Yəni, Q kiçikdir 1'dir. Və düzünədir da, yəni, yuxarıda. Düzünə xəyaldır. Bu bizim linzada xəyalın qurulması.